Hər zaman qeyd etdiyimiz kimi, qanın ümumi analizi orqanizmimizin güzgüsüdür. Bir çox xəstəliklər zamanı qanın ümumi analizində xəstəliyə uyğun olaraq dəyişikliklər izlənilə bilər. Təbii ki, bu analizlərin doğru interpretasiyası və xəstənin şikayətləri ilə birgə şübhələndiyimiz xəstəliyin üzərinə getmək mümkündür. Qan xəstəliklərinə gəldikdə isə leykopeniya, ağ qan hüceyrələrinin azlığı, anemiya, qan azlığı, trombositopeniya, laxtalanma hüceyrəsinin azlığı ilkin mərhələlərdə özünü müxtəlif, daha yumşaq şəkildə göstərə bilər ki, bu da pasiyentlər tərəfindən göz ardına vurula bilər. Belə ki, ilk şikayətlər arasında halsızlıq, tez yorulma, bədən səthində göyərmələr və ya infeksiyalara nisbətən daha tez-tez yorulma kimi ümumi şikayətlərlə özünü göstərə bilər. Amma bu şikayətlərin arxasında qan xərçənginə gedə biləcək qədər ciddi problemlər ola bilər. Məhz bu səbəbdən ən azı ildə bir dəfə check-up müayinə səbəbilə qanın ümumi analizini verməyi unutmamalıyıq.